Herkese salam dostlar. Çox üzüntüylə demək istəyirəm ki, həmin an gəldi, çatdı. Bəli. İmtahana hazırlaşırıq artıq. İmtahan sessiyamız başlayıb. İlk imtahanımız tarix imtahanıdır. Gəlin görək nələr baş verəcək. Masamı çox uzun bir müddət sonra belə görürük yenə. Sevillə oxuyuruq dərs. Sevil hazırda biraz fasilə verməyimizi düşündü. Biraz fasilə vermişik. Mən də girim TikToka baxım. Həm də dedim sizin üçün durumu güncəlləyim. Fasilə elədik. Bir də Allah bilir haçan davam eləyərik. Mən şübhəliyəm ki, bugün bəlkə davam eləmədik. Bəlkə o da. Öyrəndik, bayağı bir sual öyrənmişik. Nəsə zarafat bir qırağa. Bunlar hələ ki asan mövzulardır. Yaxşı öyrəndiyimiz ilin əvvəlindəki mövzular olduğu üçün təkrar kimi də bildiyiniz nəsə belə bir şeydir. Əsas məsələ axırlara doğrudur. İkinci gündən hamını salamlayıram. Bu günləri əslində saat 12-dən dərs oxuyuruq. Fasilə vermişdik, indi yenə davam edirik. Dünənki fasilədən sonra təbii ki, davam eləmədik dərs oxumağa. Yenə Sevil var yanımda. Sevillə bir yerdə oxuyuruq, amma dedim ona ki, bir dənə çəkim, davam eləyərik sonra. Belə bu dəftərdə hər imtahan bir dənə dəftər alıram və hər imtahanın sonu o dəftər dolur. Bugünlük oxumamızın sonuna gəldik. Sabahları son günümüzdür. Bizim hələ oxumadığımız çox şey var, amma çatdıracağıq təbii ki. Lazım olsa yatmayacağıq, amma o sualların hamısını oxuyub gedəcəyik o imtahana. Yəni belə tempomuz əslində yerində, sadəcə biraz səhərlər durmaq problemi yaşayırıq. Sevildən mən də. İnşallah ki, yaxşı olar. Girişlərimiz eynidir. Görək çıxışımız necə olacaq. Dırnaqlarım uzanıb bu arada. Dırnaqlarımı da düzəltməyə gedəcəyik sizinlə birlikdə. Bəli. Artıq imtahana hazırlaşmaq üçün son günümüzdür. Bu günlər saat 9-dan ayılmışam. Hazırda saat 2-yə qalıb və fasilə vermişik. Səhər saat 10-dan dərs oxuyuruq və suallarımızı demək olar ki, çoxunu bitirmişik. Çox az bir hissəsi qalıb. Öyrənəsi məsələlərimiz var. Biraz yazdığımız, amma öyrənmədiyimiz şeylər var. Amma çatdıracağıq, çünki həqiqətən o qədər də çətin deyil bu axırıncı mövzular. Saat hazırda 5-dir. Mən videonu niyə belə çəkirəm? Çünki səhər tezdəndən dərs oxuyuram. O sizdə videonu çəkən saatdan mən dərs oxuyuram. Saat 5-ə qədər indi. Bu təbii öz günahımdır, öz məsuliyyətsizliyimdir. Amma tələbə ehti belə olur yəni. İndi saat 8-də mən yuxudan durmalıyam və yatacam 1 saatlıq, 2 saatlıq falan belə. Və saat 10-da imtahanım var. Niyə 8-də dururam desəz, şu alanda yaşama problemləri biraz. Belə görəysə bu başımıza nə gəlir? Çıxmışım, amma nəzarətçi o qədər pis idi ki, o qədər. Baxın, 3 ildir mən imtahan verirəm, bu qədər pis bir nəzarətçi olmuyor. Düzdür, belə imtahan ərzində mənə şey eləmədi çoxdan. Amma axırda başladı ki, tez eləyin, çıxın. Mən bilmədim daha necə yazdım, dostlar. Bilemiyorum. Görək, ay nə qəşəng düşür. Ay şəkil çəkim. Salam dostlar. Deməli, bilmirəm neçənci gündür, hansı gündə axırıncı çəkmişdim. Deyəsən axırıncı imtahandan çıxdığımda video çəkmişdim. İmtahandan çıxanda demişdim sizə ki, çox gərginəm. Nəzarətçi çox mənim əsəblərimi oynatmışdı. Amma imtahanım yaxşı keçdi. A aldım. Və həmin gün elə bil ki, belə deyim də sizə, getmişdim dırnaqlarımı da düzəltdirməyə. Bunu da çəkəcəkdim sizə, amma o qədər yorğun idim ki, heç nə çəkə bilmədim. Bugün artıq biz növbəti imtahana hazırlaşırıq. Sosial psixoloji imtahanıdır. Sabah bir günümüz qalır hazırlaşmaq üçün. Bir də yəqin ki, imtahana gedən gün sizə video çəkərəm. Salam. Universitetə artıq gəlmişəm və az qalıb vaxtı imtahanın başlamağına. Yolda təkrarladım, amma biraz özümü narahat hiss edirəm, bilmirəm niyə. Çıxanda bir də deyəcəm ki, görüm necə oldu. İmtahandan çıxdım, qəşəng yazmışam. Məncə qızlar da yaxşı yazıb, sevindim Günay. İndi isə biraz gəzəcəyik qızlarla. Sinemaya getməyi düşünür. Görək nə olacaq. İmtahan da həqiqətən yaxşı yazdım. Bildiyim suallar idi hamısı. Prosta biraz yazmağa yoruldum yəni. Yazınca yoruldum. Qulaqlarım donur. Ona görə bağlamışam başımı. O da Sevil də orada. Yenə şeylər... Söhbət xırdalayır. Hə, söhbət xırdalayır yenə.
Gəldik, Dəniz Moldayıq. Yemək yeyəcəyik. Hə, imtahan vlogda 1 aylıq. 1 ay mən bunu çəkəcəm əzmkarlıq göstərərək. Sevil az qala yenə kimsə döyürdü. Yenə söhbət xırdalandırdı. Bugün çox gərgin. Oxuduğumuz kimi qəşəng deyil. Bax, başladı yenə. Durub düşürüz. Çıxdıq deməli. Təəssüratların necə idi Günay? Birinci səndən başlayım çünki Sevillə biz kitabı oxumuşuq. Ömrümdə ikinci ən sevdiyim kino oldu. Birinci hansıdır? Birinci Personadır. O da çox əlaydı, amma bu o Türk kinosudur, amma bu xarici olaraq çox əlaydı. Tamam, bir dənə gedək ora. Gözləyirəm şeylə. Nəyinə? Səbirsizliklə. Biz sənə kitabları verəcəyəm, oxuyarsan. Tamam. Dənizə baxın. Hamıya salam dostlar. Mən sizə bir dənə imtahanımı çəkmək yadımdan çıxıb. Belə ki, indi biz imtahana hazırlaşırıq yenə. Və bir dənə də şifahi imtahanımız var idi. Ona gedib imtahana hazırlaşmışıq da o imtahanı vermişik də, amma mənim çəkmək yadımdan çıxıb. İndi isə 4-cü imtahanıma hazırlaşıram. Hələ ki bütün qiymətlərim A-dır və 4-cü imtahan ən çətin imtahanımızdır. Görək bu necə olacaq. Bir de içeceğiz ben bu Dostlar, yeni gündən salam. Mən sizə axırıncı dəfə çəkmişdim ki, imtahanı belə deyim, vermişdik, imtahandan çıxmışdıq. Növbəti bugün ayın 26-sıdır. Bizim növbəti bir imtahanımızdır. Mən sizə hazırlaşma prosesini çəkməmişdim, çünki bu imtahana çox az hazırlaşmışdım. İndi sizi maraqlı bir gün gözləyir. Bu günləri başqa səyahət elədiyimiz yerlər var. Evə getmirik. Buna baxın, buna baxın. Dostlar, imtahan sessiyasını bitirdik. Çox xoşbəxtdik. Çünki niyə də olmayaq? Mən bugün ekstra bir xoşbəxtəm, amma nəsə də fəal eləməyək. Dostlar, imtahandan çıxmışıq, Gənclik mola gəlmişik. Bu günləri Tahirənin kəfi yaxşıdır deyə hesablar Tahirədən. Harada var belə yüce gönüllü insan? Ay arkadaşlar, bir mənə çəkdim ki. Oturmuşuq, yemək gözləyirik. Sansür koyacağım. Günler gece gel son defa kucaklaşak gizlice. Güya sen darıkmamızdan benim için. Gururunu sakla bugün sessize. Bəli, həmişə olduğu kimi keçən dəfə də sizə yekun bir sonluq hazırlamışdım. Bu dəfə də əlaçı oldum. Və deyim sizə ki, Bakı Dövlətdə oxuyuram. Çox adamın belə bir düşüncəsi var ki, Bakı Dövlətdə əlaçı olmaq olmur, nə bilim, olmur, müəllimlər kəsir. Xeyr dostlar, istəsiz həqiqətən mümkündür. Düzdür, siz bu videoda çox qısa bir müddəti izlədiniz. Bu 1 aylıq uzun dönəmdən. Lakin həqiqətən vaxtında çalışmaqla mümkündür bu. Bir də belə bir şey var ki, il ərzində əlaçı olmaq üçün ya da tək əlaçı olmaq üçün yox, nəyisə yaxşı qavramaq üçün ilk dəfə o mövzunu görmək kifayət eləmir təəssüf ki. Anlayışınız olmalıdır mövzulardan. Yəni ən azı dərs vaxtı nəyisə qulaq asmalısınız, müəllimlə o haqqda nəyisə müzakirə eləməlisiniz ki, anlayışınız olsun. Çünki sıfırdan bir şeyi öyrənib çox yaxşı nəticə göstərmək qısa bir müddətdə çox çətindir. Bakı Dövlətə nə bilim qəbul olmaq istəyib bu sözlərdən dolayı qorxanlara səslənirəm buradan. Baxın, yenə deyirəm, mümkünsüz deyil, amma təbii ki, bizim fakültəmizdən də çox şey asılıdır. Düzdür, həqiqətən də ki, bəzi fakültələr var ki, onlarda həqiqətən çətindir. Amma mən bir şey görməmişəm ki, yəni ən azından ətrafımdan, öz tanışlarımdan ki, yaxşı oxusunlar, qiymətləri həqiqətən yaxşı olsun, özləri də yaxşı bilsinlər, amma əlaçılıqdan kəsilsinlər ya da stipendiyaya düşməsinlər. Yəni belə şey deyil, yəni bu. Düzdür, biraz çətin ola bilər başqa fakültələrdə, amma yenə deyirəm, orada da mümkündür. Bu qədər hamıya uğurlar arzulayıram. Bütün qəbul olmaq istəyənlərə, bütün 11-ci siniflərə səslənirəm. Mən də özüm abituriyent olanda belə videolara baxırdım ki, biraz həvəsə gəlim. Əgər siz də bir abituriyent olaraq məni izləyirsinizsə, nə xoş mənə.
Növbəti videolarda görüşərik. İzlədiyiniz üçün çox sağ olun. Sağ olun.